Bura yerlə göyün birləşdiyi yerdir. Hollywoodun ən ikonik binası, kainata açılan pəncərə. Los Ancelesin ən simvolik məkanlarından biri olan Griffith Rəsədxanası həm elmi maarifləndirmə, həm də möhtəşəm memarlıq baxımından unikal bir yerdir. Rəsədxana 1935-ci ildə xeyriyyətçi Griffith G. Griffithin vəsiyyəti əsasında açılmışdır. Onun əsas məqsədi isə astronomiyanı xalq üçün əlçatan etmək idi. İçəri girəndə bizi ilk qarşılayan 110 kiloluq bürünc kürə yerin öz ətrafında fırlanmağının səsi sübutudur. Bu kürə Foucault pendulumu adlanır. Kürənin hərəkət etdiyi dairəvi sahənin ətrafında rəqəmlər və kiçik metal dirəklər yerləşir. Kürə yerləndikcə bu dirəkləri aşırır, bu da ziyarətçilərə zaman keçdikcə yerin necə döndüyünü əyani şəkildə görməyə imkan verir. Bu eksponat astronomiya və fizikanın fundamental prinsiplərini sadə və aydın şəkildə göstərdiyi üçün rəsədxananın ən maraqlı hissələrindən biri sayılır. Rəsədxanada nümayiş etdirilən Galiley teleskopunun modeli ziyarətçilərə astronomiya elminin inkişaf tarixini göstərmək məqsədi daşıyır. Bu eksponat vasitəsilə insanlar müasir kosmik teleskopların və böyük rəsədxanaların yaranmasına qədər olan elmi inkişaf yolunu daha aydın şəkildə görə bilirlər. Bu teleskop 17-ci əsrdə məşhur İtalyan alimi Galileo Galilei tərəfindən astronomik müşahidələr üçün istifadə edilmiş ilk optik alətlərdən biri hesab olunur. Digər mühüm sərgi zalında isə Günəş sistemi, planetlərin hərəkəti, ayın fazaları və yer kürəsinin kosmosdakı mövqeyi haqqında məlumat verən müxtəlif modellər və interaktiv qurğular yerləşdirilib. Bu eksponatlar vasitəsilə ziyarətçilər planetlərin orbitləri, fəsillərin yaranması, yer ilə Günəş haqqında daha aydın təsəvvür əldə edə bilirlər. Burada diqqət çəkən eksponatlardan biri elektrik və maqnetizm sayəsində aparılmış klassik təcrübələri nümayiş etdirən qurğulardır. Bu eksponatlar arasında ən maraqlı nümunələrdən biri də Tesla Coil, yəni Tesla bobini ilə bağlı nümayişdir. Tesla bobini məşhur ixtiraçı və mühəndis Nikola Tesla tərəfindən 19-cu əsrin sonlarında hazırlanmış yüksək gərginlikli elektrik qurğusudur. Bu qurğu elektrik enerjisinin naqliyyətə ötürülməsi və yüksək tezlikli elektrik sahələrinin öyrənilməsi üçün yaradılmışdır. Tesla bobininin əsas xüsusiyyəti çox yüksək gərginlik yarada bilməsi və nəticədə havada parlaq elektrik yolacımları əmələ gətirməsidir. Rəsədxanada nümayiş olunan maraqlı eksponatlardan biri də kimya və astronomiya arasındakı əlaqəni göstərən elementlər cədvəli ilə bağlı sərgidir. Sərgidə izah edilir ki, kainatın başlanğıcında əsasən yalnız iki element, hidrogen və helium mövcud idi. Bu elementlər böyük partlayışdan sonra formalaşmışdı. Sonraki dövrlərdə isə ulduzların daxilində baş verən nüvə reaksiyaları nəticəsində daha ağır elementlər yaranmağa başladı. Karbon, oksigen, silikon və dəmir kimi elementlər məhz ulduzların nüvəsində formalaşır. Böyük ulduzlar həyatlarının sonunda partlayaraq supernova hadisəsini yaradırlar. Bu partlayış zamanı ulduzun daxilində yaranmış ağır elementlər kosmosa yayılır. Daha sonra bu maddələr yeni ulduzların, planetlərin və qalaktikaların formalaşmasında iştirak edir. Bu proses nəticəsində yer kürəsi və digər planetlər yaranmışdı. Bundan əlavə, bəzi eksponatlarda elementlərin real nümunələri də təqdim olunur ki, insanlar bu maddələrin təbiətdə necə göründüyünü müşahidə edə bilsinlər. Griffith Rəsədxanasının aşağı mərtəbəsində yerləşən sərgi sahələrindən biri ziyarətçilərə cazibə qüvvəsi və göy cisimlərinin kütləsi haqqında məlumat verən interaktiv eksponatlarla tanınır. Bu bölmədə xüsusilə diqqət çəkən qurğulardan biri müxtəlif planetlərdə və göy cisimlərində insanın çəkisinin necə dəyişdiyini göstərən tərəzilərdir. Bu tərəzilərin məqsədi cazibə qüvvəsinin fərqli səma cisimlərində necə dəyişdiyini əyani şəkildə izah etməkdir. Yer kürəsində bir insanın çəkisi müəyyən bir rəqəmlə ölçülür, lakin bu rəqəm başqa planetlərdə fərqli olur. Bunun səbəbi hər göy cisminin kütləsinin və cazibə qüvvəsinin fərqli olmasıdır. Məsələn, Mars planetində cazibə qüvvəsi yer kürəsindən daha zəifdir. Buna görə də yer üzərində 70 kq çəkisi olan bir insan Marsa təxminən 26-27 kq kimi ölçülərdədir. Digər tərəfdən, daha böyük və kütləvi planet olan Yupiter üzərində cazibə qüvvəsi daha güclüdür və eyni insanın çəkisi burada yer kürəsindən xeyli çox olardı.
Çölə çıxanda isə artıq hər şey daha fərqli hiss olunur. Yerdəki işarələr, planetlər və istiqamətlər sənə xatırladır ki, sən bu böyük sistemin bir hissəsisən. Eyni zamanda bu rəsmlər və ornamentlər observatoriyanın əsas mesajını, kainatı anlamaq hər kəs üçün açıqdır prinsipini vizual şəkildə çatdırır. Sonda isə onu demək istəyirəm ki, yolunuz Los Angeles'e düşsə, bura mütləq baş çəkin. Videonu bəyəndinizsə kanalına abunə olmağı və ulduzlara baxmağı unutmayın.